Mavritaniya. Bura köləliyin ən gec ləğv olunduğu ölkədir. Mavritaniyada köləlik 1981-ci ildə ləğv olunub. Ölkədə kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun isə 2007-ci ildə qəbul edilib. Ancaq rəsmən ləğv olunsa da, praktikada köləlik hələ də davam edir. Ölkə əhalisinin 10 ilə 20%-nin hələ də kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir. Bu ölkədə kölə hədiyyə etmək böyük hörmət jesti sayılır. Ölkə şimal-qərbi Afrikada yerləşir. Qərbdə Atlantik okeanı, şimal-qərbdə Qərbi Saxara, şimal-şərqdə Əlcəzair, şərq və cənub-şərqdə Mali, cənub-qərbdə isə Seneqal ilə həmsərhəddir. 1.030.000 kvadrat kilometr sahəsi ilə Mavritaniya dünyanın 28-ci ən böyük ölkəsidir. Ancaq bu uçsuz-bucaqsız ölkədə cəmi 5 milyon insan yaşayır. Çünki ölkənin 90%-i Saxara səhrası daxilində yerləşir və bu da Mavritaniyanı dünyanın ən quraq ölkələrindən birinə çevirir. Ölkənin rəsmi dili ərəbcədir. Paytaxtı və ən böyük şəhəri Nuakşotdur. Mavritaniyanın pul vahidi uqiyadır. 100 uqiya təxmini 4-5 Azərbaycan manatı edir. Hal-hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. Ölkənin adı bərbəri köklərə sahib olan Maurolardan gəlir və Azərbaycan dilində mənası Qərbin adamı deməkdir. 1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa Cəmiyyətinin Avtonom Respublikası statusunu almışdı. Sonda 1960-cı il 28 noyabr tarixində ölkə Fransanın əsarətindən qurtularaq müstəqillik əldə edib. İslam ölkəsi olan Mavritaniyanın demək olar ki, bütün əhalisi sünni müsəlmanlardır. Əhalisinin 40%-dən çoxu yoxsulluq həddindən aşağı yaşayır. Yayda ən isti aylarda Mavritaniyada havanın temperaturu bəzən 50 dərəcəyə qədər yüksəlir. Ölkə ərazisinin cəmi 3%-də su var. Mavritaniyada il ərzində tək qurumayan çay isə cənubundakı Seneqal çayıdır. Mavritaniyanın əsas sərvətləri neft, mis və ən əsası dəmir filizidir. Burada çıxarılan dəmir filizi dünyanın ən keyfiyyətli filizlərindən biridir. Ölkədə dəmir filizi daşınması üçün isə dünyada ən uzun və ən ağır dəmir yolu qatarlarından biri işləyir. Mavritaniyanın Atlantik okeanı boyunca uzun sahil xətti var və buna görə də balıqçılıq ölkənin əsas iş sahələrindən biridir. Ölkənin çox böyük balıq ehtiyatları mövcuddur. Mavritaniyada insanların ortalama ömür uzunluğu kişilərdə 66-67, qadınlarda isə 70-71 ildir. Mavritaniyada yaşayış səviyyəsi çox aşağıdır. Bu ölkədə insanların çoxu olduqca aşağı gəlirlə həyatlarını davam etdirir. Ölkədə səhiyyə və təhsil imkanları tam inkişaf etməyib. Şəhər yerlərində vəziyyət biraz yaxşıdır, amma kəndlərdə su, elektrik və tibb xidməti kimi şeylərə çatmaq olduqca çətindir.
Normal bir insanın illik gəliri təxminən 2100-2200 dollardır. Bu da gündə təxminən 6 dollara bərabərdir. İnsanların çoxu bu məbləğlə gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Buna baxmayaraq, ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün işlər görülür. Siz də bu ölkə haqqında bildiyiniz ən maraqlı məlumatları şərhlərdə yaza bilərsiniz. Vaxt ayırıb videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz. Sağ olun.